Beynəlxalq radioda yeni layihə. Şuşanın səsi. Qarabağın tacı, nadir memarlıq incisi, mədəniyyət beşiyimiz Şuşa. Pənahəli xan Cavanşirin əsasını qoyduğu şəhər qala. Təkrarsız gözəlliyə malik olan əfsanəvi diyar, şöhrəti sərhədlər aşan qəhrəmanlar, sərkərdələr, ədiblər, şairlər, bəstəkarlar, xanəndələr yetirib. Hər yəçənin yaylağına uçub gələn azad quşam, nə gözəlsən mənim Şuşa, cəmalına vurulmuşam. Ulu öndərimiz Heydər Əliyev deyib, Şuşa təkcə Şuşalılar üçün yox, bütün Azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir. Şuşa Azərbaycanın gözüdür. Hər bir Azərbaycanlı üçün bu iftixar bir nöqtəsidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdi. Şuşanı azad etdi. Bu böyük qələbədir. Və şəhərlərimizin, ulu öndərin ruhu şaddır bugün. Gözün aydın olsun Azərbaycan. Gözün aydın olsun dünya Azərbaycanlıları. Nəğməli bayatılı, nağıllı dastanlı Şuşa. Tarixin ayrı-ayrı dönəmlərində əsrarəngiz, göz oxşayan təbiəti Qarabağın başına min bir müsibətlər gətirib. Yadelli işğalçılar bu diyarın sakit həyatını məcrasından çıxarıb, onun yurdsevər insanlarını amansız sınaqlarla üz-üzə qoyublar. Aləm cənnətə dönsə, yaddan çıxmaz Qarabağ deyib nalə çəkən xalqımız zaman-zaman toparlanıb viran qoyulmuş, yağmalanmış yurdunu yenidən dikəldib. Şuşanın dağları deyil dumanlı. Bəli, daha Şuşanın dağlarının başı dumanlı deyil. Artıq həsrətə son qoyulub. Ali Baş Komandanımız, Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Müzəffər ordumuz 8 noyabr 2020-ci ildə Şuşanı işğaldan azad edib. Əziz Şuşa, sən azadsan. Əziz Şuşa, biz qayıtmışıq. Əziz Şuşa, biz səni dirçəldəcəyik. Şuşa bizimdir. Qarabağ bizimdir. Qarabağ Azərbaycandır. Hamımız xatırlayırıq ki, 2022-ci il Şuşa ilə elan edilmişdi. Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı mühüm tarixi əhəmiyyət daşıyır. Bu qərar xalqımızın tarixi və mədəni dəyərlərimizə xüsusi diqqətinin göstəricisi oldu. Şuşada bərpa işlərinə start verilib. Prezident İlham Əliyev Şuşa şəhəri mənim tərəfimdən Azərbaycanın mədəniyyət paytaxtı elan edildi. Şuşa şəhərinin bərpası və tarixi simasının özünə qaytarılması istiqamətində işlərə start verildi. El azaddır, dil azaddır, azad sazlarda tel azaddır. Çəkdiyim şəkili verim yadigar. Baxanda görsünlər bir yanda bahar, bir yanda dağların zirvəsində qar, bir yanda dərədən qalxan duman, çən. Qoy hamı bilsin ki, Şuşalıyam mən. Tarda dilləndirim rastı, mahuru, zümzümə eləyim seygahı, şuru.
Yada düşsün bülbül, Rəşid xan həmən. Qoy hamı bilsin ki, Şuşalıyam mən. Səni hər görəndə tanımağım uğraşırsan, bir də bir-bərinə cavanlaşırsan. Xoş gördük əziz dinləyicilər. Mikrofon qarşısında Aybəniz Məmmədəliyevadır. Əziz dinləyicilər, şarkıdan da bildiniz ki, sevə-sevə dinlədiyiniz Şuşanın Səsi proqramının növbəti bölümü efirdədir. Proqramın müəllifi Dövlət İdarəçiliyi Akademiyasının professoru, Qarabağ İrsini Araşdırma Mərkəzinin rəhbəri Elçin Əhmədovla birlikdə Şuşa ilə bağlı mühüm bir mövzunu müzakirə edəcəyik. Mövzumuzsa belədir. Görkəmli dövlət xadimi Heydər Əliyevin ermənilərin əsassız ərazi iddialarına qarşı mübarizəsi. Dağılmaz faktdır ki, Sovet dövründə görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycana ilk dəfə rəhbərlik etdiyi 1969-1982-ci illərdə Qarabağa çox böyük diqqət və qayğı göstərib. Bunun nəticəsində də erməni iddiaları hər zaman iflasa uğrayıb. Bəs bu iddialar hansılar idi? Buyurun Elçin müəllim, söz sizdədir. Çox sağ olun Aybəniz xanım. Bəli, tamamilə doğru vurguladınız. Biz Sovet dövründə görkəmli dövlət xadimi, ümumi lider Heydər Əliyevin ermənilərin əsassız ərazi iddiaları haqqında mübarizəsindən danışdıqda ilk növbədə qeyd etməliyik ki, 20-ci əsrin 60-cı illərin ortalarında həmin dövrdə, yəni Ermənistan SSR-də növbəti dəfə anti-Azərbaycan təbliğatı geniş miqyas almağa başlamışdı. 1965-ci il aprelin 23-də onların o qondarma soyqırım dedikləri gün ərəfəsində İrəvanda həmin o qondarma erməni soyqırımının 50 illiyi münasibəti ilə, eləcə də terrorçu Andranikin anadan olmasının 100 illiyi ilə əlaqədar təntənəli şəkildə bir tədbir keçirildi ki, bu da qeyd olundu həmin dövrdə, baxmayaraq ki, Sovet dövrü idi. Elçin müəllim, həmin dövrdə ermənilərin təbliğatının əsas istiqamətləri nədən ibarət idi? Əsas o vaxtda 2-ci Dünya müharibəsindən sonra təbliğat ondan ibarət ki, onlar Türkiyə və Azərbaycana qarşı ərazi iddialarındaydılar. Türkiyəyə qarşı ərazi iddiaları baş tutmadığından onlar Azərbaycana qarşı 1945-ci ildə bir ərazi iddiası irəli sürmüşdülər. O vaxt Mirzəfər Bağırovun dövrü idi və Azərbaycana qarşı ərazi iddiaları o vaxtları baş tutmadı. Ona görə baş tutmadı ki, həmin o xəritələr ki var, 20-ci illərdəki olan xəritələri Azərbaycan rəhbəri Moskvaya göndərdi və Moskva bu məsələyə baxandan sonra ki, gördü ki, Azərbaycanın o vaxtki, yəni 18-ci ildəki tarixi torpaqlarının bir qismi Ermənistana verilibdi. Azərbaycan onu indi geri istəyir. Onda bu məsələyə nöqtə qoyub həmin sənədi ilə arxivə göndərdi. Yəni bu məsələ elə də yadsızdırıldı. Sovet dövründə milli zəmində münaqişələrə, ərazi iddialarına imkan verilmirdi. Çünki SSR çox millətli dövlət idi, hər yerdə bu ocaqlar baş qaldıra bilərdi. Və o baxımdan onun isə əvəzini başqa formada çıxdılar. Necə çıxdılar? 1948-53-cü illərdə indiki Ermənistan adlandırdığımız ərazidən Stalinin bir əmri ilə tarixi torpaqlarından Azərbaycanlılar kütləvi şəkildə bir qərarla Azərbaycanın Kür-Araz ovalığına 150 minə qədər soydaşımız öz tarixi torpaqlarından planlı deportasiya edildi. Yəni bunun əvəzini bu formada çıxdılar. Yəni bu artıq 2-ci Dünya müharibəsindən sonra onların ərazi iddialarının başlanması ilə yanaşı, yəni Ermənistanın da etnik təmizləmə siyasətinə başladılar və o Azərbaycanlıların yerinə də xaricdən, Suriyadan və digər ölkələrdən erməniləri repatriasiya adı ilə köçürüb həmin o Azərbaycanlıların evlərinə yerləşdirdilər. Köçürülənlərin sayı 200 minə qədər idi ki, onlar da özləri ilə xaricdən Ermənistana ancaq millətçilik etdilər. Qarabağ Azərbaycandır. Qarabağ Azərbaycandır. Qarabağ Azərbaycan است. Qarabağ hiya Azərbaycan. Qarabağ et Azərbaycan. Qarabağ Azərbaycaniya. Qarabağ Azərbaycaniya. Qarabağ Azərbaycanı. Qarabağın Azərbaycanı. Qarabağ Azərbaycanı. Bugün böyük qürur ilə deyə bilərik ki, Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır. Şuşanın səsi verilişi
davam edir. شما برنامه صدای شوشا را میشنوید. 60-cı illərdə Dövlət Təhlükəsizlik Komitəsində işləyən ümumi lider Heydər Əliyevə bütün bunlar hamısı aydın idi. Azərbaycanın tarixini, coğrafiyasını mükəmməl bildiyindən o zaman artıq bir də 60-cı illərdə Mikoyan SSR Ali Sovet Rəyasət Heyətinə rəhbər vəzifəsinə gətiriləndən sonra onlar bir də o məsələni ona arxayın olub ortaya atanda bu vaxtları ümumi lider Dövlət Təhlükəsizlik Komitəsində artıq bu məsələləri gözəl bildiyindən orada hələ birinci dəfə hakimiyyətə gəlməmişdən qabaqdan söhbət gedir. Və bunun qarşısını qətiyyətlə aldı. Bir fakt da söyleyeyim. 77. ildə SSR'nin yeni konstitusiyası qəbul olunurdu. Konstitusiya komissiyası təyin olmuşdu. Onun sədri Brejnev idi. Biz də onun üzvüydük. Mən də Azərbaycanın onun üzvüydüm. Vaxt aşırı bu komissiyanın müzakirələri keçirdi. Onun orada Mərkəz Komitənin katibi vardı. Ponomaryov akademik idi. O aparırdı. Brejnev o kadar iştirak eləmirdi. Bir daha geldim Moskvaya komissiyanın iclasına. Görürüm ki xeyli ərzələr gəlib bura ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibindən çıxardı Ermənistana vermək lazım. Və gördüm ki, bu Ponomaryov və ona gətirib verən ermənilər deyirlər ki, bunu komissiyanın müzakirəsinə qoymaq lazımdır. Elə bu faktın özü ki, bunu komissiyanın müzakirəsinə bıraxasan, bu özü nə deməkdir? Mən nə qədər buna etiraz edim, gördüm, yox. Hələ komissiyanın iclasından bir gün qabaq. Yenə də getdim rəhmətli Brejnevin yanına. Getdim ona dedim, bu nədir, belə şey ola bilməz. Bu götürdü, telefonu zəng elədi, Ponomaryov dedi, çıxardı onu. Nə qədər belə hallar olub? Bunlar deyirəm, mən bu Dağlıq Qarabağın vəziyyətini 50-ci ildən özüm görürəm. Amma o vaxta qədər 23-cü ildən 50-ci ilə qədər tarixi də mən yaxşı bilirəm. Və 14 ildə burada rəhbərlik edib, 5 ildə Moskvada olduğum zaman bunların hamısını bilirəm. Həmin dövrdə ermənilərin əsas təbliğatı nədən ibarət idi? Tarixi faktları saxtalaşdıraraq, uydurma erməni soyqırımının tarixinin yaradılması, Azərbaycanlıların vəhşi bir millət kimi təqdim edilməsi istiqamətində müxtəlif məzmunlu əsərlər yazırdılar. Eyni zamanda o zamanki dövrdə, indiki dövrdə olduğu kimi internet yox idi. Kütləvi informasiya vasitələrində, SSR-nin müxtəlif qəzetlərində, jurnallarında ermənilər lövbər salmışdılar. Və bunlar ondan istifadə edərək anti-Azərbaycan təbliğatını aparırdılar və Sovet dövründə də erməni millətçiləri imkan düşdükcə öz çirkin məqsədlərini həyata keçirmək üçün Azərbaycan torpaqlarına əsassız ərazi iddialar sürürdülər. Dövlət Təhlükəsizlik Komitəsinin sədri Heydər Əliyev 1967-ci il iyun ayının 26-sında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Vəli Axundova məktubunda yazırdı ki, iyun ayının 23-dən 24-nə keçən gecə Xankəndidə bəzi küçələrdə erməni dilində eni 8, uzunu 9 sm ölçüdə 300 vərəqə yayılmışdır. Həmin vərəqələrdə ermənilər tərəfindən Dağlıq Qarabağın Ermənistan SSR-ə birləşdirilməsi tələb edilir və millətçi fikirlər irəli sürülürdü. Məktubda qeyd edilirdi ki, vərəqənin müəlliflərini axtarıb tapmaq, eləcə də digər lazımi tədbirlər görmək üçün Xankəndiyə əməliyyat qrupu göndərilib və təqsirkarlar ciddi surətdə cəzalandırılıblar. Xatırlatmaq lazımdır ki, 1967-ci ildə Dağlıq Qarabağda 1200-dən artıq belə vərəqə hazırlanıb yayılmışdı. Qısa müddət ərzində belə vərəqələri hazırlayanlardan 13 nəfər, yayanlardan isə 17 nəfər saxlanılmışdı. Yəni hələ Dövlət Təhlükəsizlik Komitəsinin sədri olarkən onun uzaq görənliyi sayəsində erməni millətçilərinin əsassız ərazilərinin qarşısı dəfələrlə alındı və onların fitnəkar niyyətlərinə qarşı mübarizə daha da gücləndirildi və bu istiqamətdə həyata keçirilən tədbirlərə bilavasitə ümumi lider Heydər Əliyev özü nəzarət etdi. Şuşanın səsi. Şuşa Sədu. Şuşa Sədu efirədir. Ermən, Ulu Öndər Qarabağda ilk dəfə neçənci ildə olmuşdu və gedişinin məqsədi nə idi? Aybəniz xanım, o vaxt 1967-ci ildə ermənilər Qarabağın dağlıq hissəsində kifayət qədər anti-Azərbaycan təbliğatı aparırdılar o ərazini Ermənistana birləşdirmək üçün və o vaxt bir sıra yəni ki, Azərbaycanlara qarşı təcavüz hərəkətləri də həyata keçirmişdilər. Söhbət gedir həmin dövrdə 1967-ci ildə Xocavənd rayonunun Kropatkina kəndində baş verən hadisələrdən. Mən indi ona toxunmaq istəyirəm. Yəni o vaxtları
Ümummilli lider Heydər Əliyev ilk dəfə Dövlət Təhlükəsizlik Komitəsinin sədri olarkən 67-ci ildə Şuşada olmuşdur. Amma Şuşaya səfərlə bağlı yox, yəni o hadisələrin qarşısını almaq üçün oraya ezam olunmuş və həmin dövrdə Şuşada da olmuşdur. Yəni həmin ilin əvvəllərində bayaq onu qeyd etmək istəyirdim ki, erməni millətçiləri tərəfindən əvvəlcədən hazırlanmış plana əsasən Qarabağın dağlıq hissəsində milliyyətcə erməni olan şəxs məqsədyönlü şəkildə öz qohumunu qətlə yetirib atmışdı o uşağı Azərbaycanlılar məsum olduğu bir kolxoz sahəsinə. Planın ikinci mərhələsinə uyğun olaraq plan belə qurulmuşdu ki, erməni təhrikçilərin rəhbərliyi altında həmin dövrdə bu ölüm hadisəsi ilə bağlı məhkəmə prosesi keçirilirdi. Və məhkəmə prosesi iclasının keçirildiyi Xan kəndinin mərkəzində Yay Parkı deyilən bir ərazi var idi. Orada 3 Azərbaycanlının məhkəməsi quruldu. Onların adları Ərşad, Ələmşah, bir də Zöhrab Məmmədovlar idi. Və bunları məhkəmə zamanı bilirdilər ki, onlarda günah yoxdur. Məhkəmə artıq bunu aydın eləyibdi ki, uşaq öz qohumu tərəfindən qətl edilib və onlara bəraət verilməsindən xəbərdar idi. Və onlar da buna qarşı hazır gəlmişdilər. Soyuq silahlarla hazırlanıb gəlmişdilər ki, yəni məhkəmə onlara bəraət verəndən sonra 3 Azərbaycanlıya zorla mühafizəçilərin əlindən alıb xüsusi amansızlıqla öldürmüşdülər. Görün nə qədər Sovet dövründə qəddarlaşmışdılar bunlar. Yəni hələ yenə deyirəm, rejim imkan vermirdi belə şeylər baş versin o dövrdə. Yəni müxtəlif yerlərdə. İmkan versəydi, qığılcım hər yerə sıçraya bilərdi. Amma hətta o çətin bir rejimdə onlar 3 Azərbaycanlıları qətl edib həmin o dustaq maşını ilə bir yerdə yandırdılar. 67-ci ildə Stepanakert-də indi Xan kəndi deyirik biz ona. Orada 3 nəfər Azərbaycanlını o maşının içərisində şəhərin ortasında yıxdılar o avtomobili yerə, üstünə benzin tökdülər, yandırdılar. Mən onda KGB-nin sədri kimi ora getmişdim. Əlixanov Nazirə Seyidin sədri də başçılıq edirdi. 15 gün mən orada qalmışam, o vəziyyəti görmüşəm. Dağlıq Qarabağ həmişə Azərbaycanda xüsusi bir statusa malikdir. Və həmişə Ermənistana daha da çox tabe edilən ki, Azərbaycana. Mən işlədiyim zaman bir çox tədbirlərin nəticəsində bu vəziyyəti mən dəyişdirdim. Burada əsas məqsəd hadisələri qızışdırmaq, milli zəmində qarşıdurma törətmək, nəticədə Azərbaycanlıların bütün Qarabağ ərazisindən köçürülməsini və həmin ərazinin Ermənistana birləşdirilməsinin təməlini qoymaq idi. Lakin qeyd etdiyimiz kimi, həmin dövrdə Azərbaycanın təhlükəsizlik orqanlarında çalışan Heydər Əliyev özünün idarəçilik təcrübəsindən, özünün həmin o təhlükəsizlik orqanlarındakı çevik hərəkətlərindən istifadə edərək həmin dövrdə bu hadisələrin qarşısını almaq üçün Qarabağa ezam olundu, işin istintaqını şəxsən də öz üzərinə götürdü və həmin məsələni dərindən araşdırmaq üçün Xankəndiyə getdi və cinayətkarlar haqqında istintaq işi açıldı və onlar həmin dövrdə ən layiqli cəzasını aldılar. Məhz bayaq verdiyiniz suala ona görə qayıdıram ki, o vaxt həmin dövrdə 15 gün ümummillidir Heydər Əliyev Qarabağda oldu bu hadisə ilə əlaqədar və oradan da Şuşaya getmişdi. Şuşada olarkən 1905-6-cı illər, 1918-20-ci illərdə bilirik ki, o dövrdə də Azərbaycanlılara qarşı kütləvi təcavüz hərəkətləri, qırğınlar törətmişdilər. O dövrdə Şuşanın vəziyyətini görmüş, 18-20-ci illərdə ermənilərin təcavüzü nəticəsində Şuşanın necə dağıdılmasını, yandırılmış evləri hələ də bərpa edilmədiyinin şahidi olmuşdu. Və o vaxtları hələ o rəhbər olmasa da Azərbaycanda Şuşa şəhərinin Azərbaycan xalqının böyük bir tarixi abidəsi, incisi kimi bərpa edilməsinin zəruri qənaətinə gəlmişdi. Və Bakıya qayıtmış, Bakıya qayıtdıqdan sonra isə şəhərin bu cür vəziyyətdə saxlanılmasının mümkünsüzlüyü barədə öz fikirlərini o vaxtki Azərbaycan rəhbərliyinə yazılı şəkildə bildirmişdi. Və ondan sonra da Şuşanın bərpası istiqamətində kifayət qədər güclü işlər görülmüşdü. 69-cu ildən sonra hakimiyyətə gəldiyi dövr idi ki, artıq birinci dəfə hakimiyyətə gəldiyi dövrdə o Qarabağa çox böyük diqqət qayğı göstərdi və bunların hər birinin haqqında da kifayət qədər faktlar var ki, bunu da növbəti verilişimizdə biz sizinlə bir yerdə müzakirə edərik. Bəli, onu da vurğulayaq ki, ata vəsiyyətini yerinə yetirərək Şuşanı xalqımıza qaytaran Müzəffər Ali Baş Komandan Azərbaycan Respublikasının prezidenti İlham Əliyev bu yolu şərəflə davam etdirdi və Şuşada bərpa quruculuq işləri uğurla gedir. Biz bu barədə təbii ki, gələcək verilişlərimizdə söhbət açacağıq. Əziz dinləyicilər, bugünlük bu qədər. Bizi gözləyin. Şuşanın səsi yenə efirdə olacaq.